Əmər vaxtınız xeyirli olsun. Deməli, Natural ədədlər güvən 2026 11-ci sinif buraxılış kitabından sualların ardına baxırıq. 80-ə qədər izah eləmişdik. Baxaq sual 81-ə. Deməli, 5 rəqəmli ədədi 4-ə tam bölünür. 4-ə tam bölünürsə, 4-ə bölünmə əlaməti biz demişdik ki, son 2 rəqəm 4-ə bölünən ədədlər 4-ə bölünür. O zaman burada A'ya mən 1 versəm 16 eləyir və 16 4-ə tam bölünür. Sonra A'ya 2 versəm 26 4-ə tam bölünmür. 3 versəm A'ya 36 4-ə tam bölünür. 4 versəm tam bölünmür. 5 versəm 56 da 4-ə tam bölünür. 6 versəm bölünmür. 7 versəm 76 4-ə tam bölünür. 8 versəm tam bölünmür. 9 versəm 9 da 96 eləyir və 4-ə tam bölünür. Deməli, A-nın ala biləcəyi qiymətlər 1, 3, 5, 7 və 9-dur. Bunların da cəmini soruşur. 1 üstə 3, 4, o da 5, 9, 18, 25. Oldu 81-də cavab D variantı. Sual 82. K-nın neçə natural qiymətində 4 böl K üstə gəlinsin 5 böl K üstə gəl 7 böl K ədədi natural ədəddir. Görürük ki, məxrəclər eynidir. Məxrəclər eynidirsə, K-nı saxlayırıq. Məxrəcdə 4 üstə 5 üstə gəl 7 elədi 16. Natural olması üçün 16 K-ya tam bölünməlidir. Yəni K 1 ola bilər, 2 ola bilər, 4, 8 və 16 ola bilər. K-nın 5 natural qiymətində bu ifadənin qiyməti natural ədəd olur. Oldu 82-də B variantı. 83. Ədədi 7-yə böldükdə alına bilən qalıqların cəmi. 7-yə böləndə biz demişdik ki, qalıq 7-dən kiçik olmalıdır. Yəni 1, 2, 3, 4, 5 və 6. Bu qalıqlar ola bilər. Yəni 1-dən 6-ya qədər ədədlərin cəmi o deyir 6 vur 7 böl 2, yəni 21. 83-də olduğu A variantı. 84. Natural ədədi 50-yə böldükdə alına bilən ən böyük qalığı tapın. Natural ədədi 50-yə böldükdə alına bilən ən böyük qalıq 50-dən kiçik ən böyük ədəddir, yəni 49-dur, B variantıdır. 85. Ədədi 9-a böldükdə qalıq 1 qalır, A-nı tapın. 9-a bölünmə əlaməti rəqəmləri cəmi 9-a bölünən ədəd 9-a bölünürdü. Biz bunun rəqəmləri cəmini tapsaq 7 plus A eləyir. A-ya 2 versəm cəmi 9 olar və 9-a qalıqsız bölünər. Qalıq 1 qalması üçün A-ya 2 yox 3 verərəm. Cəm 10 eləyər və onu da 9-a böləndə nə olur? Qalıq 1 qalır. Deməli, A bizdə 3-dür. 85-də oldu cavab E variantı. 86. 126 və 60 ədədlərinin ortaq olmayan sadə vurğularının hasilini soruşur. Biz əvvəlcə hər ikisini sadə vurğulara ayıraq bu ədədləri. 126 2-yə 63, 63 3-ə 21, 21 3-ə 7 dəfə, 7 7-yə 1 dəfə bölünür. 60-ı da sadə vurğulara ayırıram. 60 2-yə 30 dəfə, 32-yə 15 dəfə, 15 3-ə 5 dəfə, 5 5-ə 1 dəfə. Və buradan mən ortaq olanları atıram. 2-lər ortaqdır. 3-lər ortaqdır biri. Yerdə ortaq olmayan 3, 7, burada da 2 və 5-dir. Bunların da hasili 2 vur 5 vur 3 vur 7 eləyir 210. 86'da oldu cavab B variantı. Sonra 87. 12'ye 18'i və 24'ə böldükdə qalıqda 3 alınan ən kiçik ədəd. Yəni əkov 12, 18, 24'ü tapırıq, üstə gəlirik qalığı. Buradan da 12, 18, 24'ün əkovu, yəni bunların hər üçünə bölünən ədəd. 72 elədiyindən 72-nin də üzərinə 3 gəlirəm, olur 75. Cavab E variantı. 88. 120 ədədin natural bölənlərinin sayı 2x plus 4'dür. Biz əvvəlcə 120-ni sadə vurğuların asili şəklində belə yaza bilərik. 2 üstü 3, vur 3 üstü 1, vur 5 üstü 1. Natural bölənləri nə idi? Üstlərin bir vahid artırıb bir-birinə vururdum. 3 plus 1, 1 plus 1, vur 1 plus 1. Bu da bərabərdir 2x plus 4'ə. 4 vur 2, 8 vur 2, 16. 2x üstə gəl 4 bərabərdir 16'ya. 2x bərabərdir 12'ye. X 12 bölü 2, 6.
Oldu 88'de A variantı. 89. 89'da deyir ki 3 rəqəmli ədədin 10-a bölünməsində alınan qalıq 7-yə bərabərdir. Biz bilirdik ki 10-a bölünən ədəd sonu 0 ilə bitən ədədlərdir. Qalıq 7 qalırsa, deməli ədədin sonu 7 ilə bitir. Onda B məndə nədir? B məndə 7-yə bərabərdir. Bu ədəd 3-ə tam bölünürsə, 3-ə tam bölünürsə rəqəmləri cəmini taparam. A plus 4 plus B-nin yerinə də 7 yazıram. Eləyir A plus 11. Və 3-ə tam bölünürsə, A-nın ala biləcəyi qiymətlər. A-ya mən 1 versəm 12 eləyər 3-ə bölünər. A-ya mən 4 versəm 15 eləyər 3-ə bölünər. A-ya mən 7 versəm 18 eləyər 3-ə bölünər. A-ya 8 və 9 verəndə də 3-ə bölünmür. Yəni A-nın ala biləcəyi qiymətlər cəmi 1, 4, 7, yəni 12. 89 oldu bu variantı. 90. Natural ədədi 12'ye böldükdə qalıq 6 qalır. Bu ədəd 3'ə böləndə alına bilən qalıq. Bunun üçün biz demişdik ki, natural ədədi 12'ye böləndə natamam qismət y qalıq 6-dırsa, x bərabərdir 12y plus 6. Və y-ə 0 veririk burada. Onda ədədimiz olur 12 vur 0 plus 6, yəni 6. Və bu ədəd 3'ə böləndə alınan qalıq 6-nı da bilirik ki, 3'ə böləndə qalıq qalmır. 2 dəfə bölünür, qalıq 0 olur. 90'da oldu E variantı. 91. 4 rəqəmli ədədi 12'ye və 30'a tam bölünərsə x-i tapın. 12'ye və 30'a tam bölünür. 12'ye bölünürsə deməli bu həm 3'ə həm 4'ə bölünür. 30'a da bölünürsə həm 5'ə həm 6'ya bölünür. 6'ya bölünürsə deməli eyni zamanda 2'yə də 3'ə də bölünür. Deməli bu ədəd həm 2'yə həm 3'ə həm 4'ə həm də 5'ə bölünməlidir. Bunun üçün biz 5'ə bölünürsə, deməli bunun sonuncu rəqəmi ya 0'dır ya 5'dir. Sonuncu rəqəmi 5 götürsək 2'yə bölünməyəcək, cüt olmayacaq. Ona görə deməli sonuncu rəqəm 0 olmalıdır ki, 5'ə də bölünsün 2'yə də. Y oldu 0. 23 x 0. İndi həm 4'ə bölünməlidir, həm rəqəmləri cəmi 3'ə bölünməlidir. Onda 4'ə bölünməsi üçün ya son 2 rəqəm 0 olmalıdır. Son 2 rəqəm 0 olsa, rəqəmləri cəmi 5 eləyir və 3'ə bölünmür. Onda x-ə 0 verə bilmərəm. Başqa rəqəmləri cəmi 5 plus x. X-a mən 1 versəm 6 eləyir 3'ə bölünür. Amma 1 olsa bura 10 eləyir. 10 da 4'ə bölünmür. Deməli x-a 1 verə bilmirəm. X-a amma 4 versəm 40 eləyir son 2 rəqəm və 4'ə bölünür. Rəqəmləri cəmi də 5 plus 4 9 eləyir. Bu da 3'ə bölünür. Deməli x da məndə nədir? X da məndə 4'dür. 91'də oldu cavab E variantı. 92. Ədəd 12'ye qalıqsız bölünərsə K-nın mümkün qiymətlərin cəmini tapın. 12'ye bölünürsə yenə eyni qaydada həm 2'yə həm 3'ə həm 4'ə bölünür. Həm 3'ə həm 4'ə bölünür. 4'ə bölünürsə bunun sonuncu rəqəmi, son 2 rəqəmi ya 0 olmalıdır ya da 4'ə bölünən olmalıdır. Görürük ki son 2 rəqəm 0 deyil, artıq 6 var. Onda mən K-ya 1 versəm 16 eləyər 4'ə bölünər. K-ya 3 verə bilərəm. K-ya 5 verə bilərəm. K-ya 7 verə bilərəm və K-ya 9 verə bilərəm. İndi baxın bunlardan hansını qoyanda rəqəmləri cəmi də 3'ə bölünür. Bu da eləyir 423 K6. Bu 5 rəqəmli ədədin rəqəmləri cəmi eləyir 15 plus K. K-ya 1 versəm 15 plus 1 16 eləyir. Bölünmədi 3'ə. K-ya 3 versəm 15 plus 3 18 eləyir. Bölündü. K-ya 5 versəm cəmi 20 eləyir. Bölünmür. 7 versəm 22 eləyir. Bölünmür. 9 versəm 24 eləyir. Bölünür. Deməli K 3 və 9 qiymətlərini ala bilər. 3 üstə gəl 9. Bizdən nəyi soruşur? Deməli cəmini 3 üstə gəl 9 12 bu variantı 92-dir. Gəlirik sual 93-ə. 3-ə və 4'ə qalıqsız bölünürsə eyni tipli sualdır bu da. Yəni 3-ə və 4'ə qalıqsız bölünürsə elə 12'yə qalıqsız bölünür deməkdir. 92 ilə eynidir. Gəldi 94'ə. Natural ədədi 5'ə böldükdə qalıqda R qalır. R-in qiymətləri cəmi. 5'ə bölürüksə qalıq 5'dən kiçik olmalıdır. Yəni 1, 2, 3, 4. Biz də bunların cəmini tapırıq. Eləyir 10. 94'də D variantı. 95. A8, B3 rəqəmli ədədini 10'a böldükdə qalıq 5 qalır. 10'a bölünməsi üçün son rəqəm 0 olmalıydı. Qalıq 5 qalırsa deməli son rəqəm 0 üstə gəl 5 yəni 5'dir. Onda A8, B-də B deyirəm ki 5'dir. 9'a bölünürsə bu ədəd rəqəmləri cəmini tapıram. A plus 8 plus B-nin yerinə də 5 qoyuram. Eləyir A plus 13.
Və 9-a bölünmək üçün A-ya 5 versəm, 5 üstü 13, 18 eləyər, 9-a bölünər. Deməli, A da məndə 5-dir. 95-də oldu cavab A variantı. 96. Rəqəmləri müxtəlif olan ən kiçik 2 rəqəmli ədədlə rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəd. Rəqəmləri müxtəlif olan ən kiçik 2 rəqəmli ədəd 10 özüdür. Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəd də 102-dir. Və buradan da bunların cəmini soruşur bizdən. Eləyir 112, 96 cavab C variantı. 97. 2520 ədəd neçə müxtəlif sadə vurğu var? Biz bu formada olan sualları 98 də eyni tipli sualdır. Sadə bölənlə elə müxtəlif sadə vurğu eyni şeydir. Gəlin tapaq. 2520-ni sadə vurğulara ayırırıq. Olur, deməli 2500 olur 1250, 1260. O da 2-yə bölünür 630. 2-yə bölünür 315. 315 3-ə bölünür 60, deməli 105 dəfə. 105 də 3-ə bölünür 35 dəfə. Və 35 də 5-ə bölünür 7 dəfə. 7 də 7-yə 1 dəfə bölünür. Onda deməli 2520 ədədi 2 üstü 3, 3 üstü 2, 5 üstü 1 və 7 üstü 1 şəklindədir. Onda müxtəlif sadə vuruq deyirsə, biz nə edirik? 1, 2, 3, 4 müxtəlif olanları götürürük. Bu deyilir 4 dənə müxtəlif sadə vuruğu var. 97 oldu C variantı. Sadə bölən də soruşsa, elə sadə bölən də müxtəlif sadə vuruqla eynidir. 99 neçə minlik var? Burada da biz bu tipli suallarda dedik ki, belə yazırıq. Təklik, onluq, yüzlük, minliyin altına xət çəkirəm, ondan sağda olanları atıram, qalır 231 dənə minliyimiz var. 100 hansı ədədlər qarşılıqlı sadədir? Demişdik ki, ortaq böləni olmayan ədədlərdir. A variantı qarşılıqlı sadədir, B də qarşılıqlı sadədir, C də qarşılıqlı sadədir, D də, amma Y qarşılıqlı sadə deyil, çünki hər ikisi 17-yə bölünür. 101 eyni tipli sualdır. 102 ardıcıl tək-natural ədədlər olarsa A və B, əbub AB. Ardıcıl tək-natural ədədlər qarşılıqlı sadə ədədlərdir. Onların əbubu da 1 eləyir, A variantı. 103 M və N qarşılıqlı sadə ədədlər olarsa, əbubu 1 eləyir, əkubu onların hasili. Onda eləyəcək 1 böl M-in, D variantı. Keçirik 104-cü suala. A və B ədədlərinin ortaq sadə vuruqlarının hasili 6-dır. Yəni, əbubu 6-dır. Əbub AB elədi 6. Ortaq olmayan sadə vuruqların hasili, yəni C 4-dür. Onda AB-ni soruşursa, düsturumuz bu formadaydı ki, əbub AB bərabərdir kök altında AB böl C. Əbubun yerinə 6 qoyuram, AB-ni bilmirəm, C-nin yerinə 4 qoyuram. Kvadrata yüksəltdim, 36 bərabərdir AB böl 4. AB deyir 4 vur 36, 144. 104-də cavab oldu D variantı. 105 hasili 432-yə bərabər olan A və B ədədlərinin AB 432-dir. Ortaq olmayan sadə vuruqlarının nisbəti 3-ün 4-dədir. Onda ortaq olmayan sadə vuruqlarına 3x, 4x desək, bunların hasili eləyir 12x kvadrat. Əbub AB-ni tapın. Əbub AB-ni tapın. Biz demişdik ki, əbub AB bizdə nədir? Deməli, kök altında AB böl C-dir. Buradan da AB-nin yerinə 432 qoyuram. Burada 12. X-ə də 1 verirəm. 432-ni 12-yə böləndə deməli neçə dəfə bölünəcək? 432 12-yə. 3 dənə 12 36, 72 də 12 6 dəfə elədi 36. 36-dan da kök 6 çıxır. 105-də oldu cavab B variantı. Sonra 106 A və B ardıcıl natural ədədlərdir. Ardıcıl natural ədədlərdə də biz demişdik ki, əkubu onların hasilidir, əbubu da 1-dir. AB böl 1 elədi cavab AB 106-da A variantı. 107 hansı cüt ədəddir? Cüt ədəd bizdə burada baxırıq. D variantıdır, çünki 3-9 da təkdir, 5-15 də təkdir və 2 tək ədədin cəmi həmişə cüt ədəddir, D variantı. 108, 28 və 24 ədədlərinin sadə vuruqlarını diaqrama yazın və rənglənmiş hissələrdəki vuruqların hasilini tapın.
Yəni 28 və 24-ün ortaq olmayan bu sadə vurğuların hasilini soruşur bizə. Biz də bu formada yazırıq. 28-də ayırırıq sadə vurğulara. 14 2-yə 7 dəfə, 7 də 7-yə 1 dəfə. 24 2-yə 12 dəfə, 12 2-yə 6, 6 2-yə 3, 3-ə 1. Görürük ki, burada 2 dənə 2-lər ortaqdır. Ortaq olmayan hansıdır? 7, 2, 3. Bunların da hasili 42 eləyir. 108'de oldu cavab B variantı. 109, 24 və 60'ın burada da ortaq olanların soruşur. Yəni biz bunların əbobunu tapacağıq və yaxud da ki ortaq deməli bölənlərinin sayını soruşur. Sayını soruşursa neçə dənədir onları yazacağıq. Eyni qaydada 24'ü ayırarıq sadə vurğulara. 12, 2'yə 6, 2'yə 3, 3-3'ə 1. 60'ı da ayırıram sadə vurğulara. 2'yə 30, 32'yə 15, 15 3'ə 5, 5 5'ə 1. Görürük ki ortaq olanlar 2, yenə də 2, bir də 3. 3 dənə ortaq bunların bölənləri var. 109'da oldu cavab. Deməli nədir? Yazın rənglənmiş hissədəki bölənlərin sayını tapın. 2, 2, 3'dür. Amma diqqətli olun ki burada sadə bölən demir. Ona görə sadə bölən demirsə, deməli biz burada ortaq eyni olanları yazmayacaq birinci. 2'lər 2 dənədirsə, bir dənə 2 yazacaq, bir dənə 3 yazacaq. Bundan başqa bunlar üçün ortaq olan hansı var? 12 var. Bundan başqa bunlar üçün ortaq olan hansı var? 24 və 60'a bölünən 4 var. Ondan sonra 24 və 60'ın hər ikisinə bölünən 6 var. Bundan sonra 24 və 60'ın hər ikisinə bölünən 12'ni də qeyd elədik. 2 və 3. Bu formada digərlərini də tapa bilərik. Və yaxud da ki belə yaza bilərik. Biz 24 və 60'ın ortaq bunlar üçün hansı oldu? 2 vur 2 vur 3 oldu. Yəni 2 üstündə 2 vur 3 üstü 1. Bundan da ümumi ortaq bölənlərini tapmaq üçün, yəni 2 üstü 2 vur 3 üstü 1'in natural bölənlərin sayını taparıq. 2 plus 1 vurulsun 1 plus 1. Bu da 3 vur 2, 6 dənə elədi. 109'da oldu cavab D variantı. Və yaxud da ki bir-bir bu formada saya-saya da tapa bilərik ki, görə bunların hər ikisinə bölünən ədədlər hansılardır. Bu da oldu B variantı, D variantı. 110-cu sual. Venn diaqramında A və B-nin sadə vurğuları verilib. Əkob. Əkob nə idi? Deməli, ən kiçik ortaq bölünən. Onun üçün də biz nə edirik? Bunların hamısının hasilini götürəcəyik elə. Yəni 2 deməli ortaqdır bunlar üçün çıxdı qırağa. Digərləri 2 vur 7, vur 3, vur 5. Hamısının hasili 4 vur 5 20, o da 21, 420, 110'da oldu cavab D variantı. Keçirik 111'ə. Ədədlərin hasilinin 9'a bölünməsində alınan qalıq. Hər birinin ayrıca 9'a bölürük. 3018 rəqəmləri cəmi 12'dir. 9'a böləndə 3 qalıq qalır. 3626 rəqəmləri cəmi 12, o da 5, 17'dir. 9'a böləndə qalıq 8 qalır. 3 vur 8, 24. 24 də 9'a böləndə 2 dəfə bölünəcək. Qalıq da 18, 6 qalacaq. Cavab oldu 111'də. Deməli nə? Qalıq 2'dən 9, 18. 18, 24'dən də 18 çıxanda 6 eləyir. Bəli, bir də baxaq. 3018'dir. 3018'in deməli 9'a böləndə rəqəmləri cəmi 12 elədiyindən 3 qalığı qalır. 3626'da da 17'dir. 17'də 9'a böləndə qalıq 8 qalır. 1'dən 9, 9, bəli, 8 qalır. 3 vur 8, 24. 24'də 9'a böləndə 2'dən 9, 18. Qalığımız qalır 111'də 6 D variantı. Keçək 112'yə. Eyni sualdır, ayrı-ayrı da 6'ya bölürük. Birinci ədədi 6'ya böləndə qalıq 2 qalacaq. Elə son 2 rəqəmi götürsək, deməli və yaxud da ki belə eləyə bilərik. 2'yə onsuz da görürük bunlar bölünür. 6'ya bölünməsi üçün həm 2'yə hem 3'ə bölünməlidir. 3'ə bölünməsindən baxaq. Görək 3'ə böləndə nə qədər qalıq qalır? Birinci ədəd rəqəmləri cəmi 3, 2, 5, o da 18, 23 eləyir. 23'ü də 3'ə böləndə 21 tam bölünür, 2 qalığımız qalır. İkinci ədəddə də eyni qaydada hesablayıb qalığı 4 tapırıq. 2 vur 4, 8 eləyir. 8'i də 6'ya böləndə bir dəfə bölünür, qalıq 2 qalır, oldu B variantı. 113 hansı 12'ye qalıqsız bölünür? Eyni zamanda həm 3'ə həm 4'ə bölünən, deməli deyərik ki 12'ye də qalıqsız bölünür. 114
114'te deyir bu ədədlərin sadə vurğuları diaqramda verilib. Rənglənmiş hissədəki vurğuların sayını tapın, hasilini tapın. Yəni yalnız 48'in bölənlərini, sadə bölənlərini götürəcəyik. Yəni içəridən ortaq olanlarını atacağıq. 48 ilə 84'ün ortaq olanlarını atırıq, yerdə qalanlar olur. Deməli bizim cavabımız. 2'yə bölürəm 24, 24 2'yə 12 dəfə, 12 2'yə 6 dəfə, 6 2'yə 3 dəfə, 3'ə 1 dəfə bölünür. 84 2'yə bölünür 42 dəfə, 42 2'yə bölünür 21 dəfə, 21 3'ə 7 dəfə, 7 7'yə 1 dəfə. Ortaq olan hansıdır? 2'dir, yenə 2 var və 3 var. Deməli bu 2 nədir? Ortaq olmayandır. 114'də oldu. Deməli bizdən nəyi soruşur? Rənglənmiş hissədəki vurğuların hasilini soruşur. 2 bu 2'dir, yəni cavab oldu 4. 114'də oldu A variantı. Vurğuların hasilini tapdıq. Sonra desəydik ki, birdən bəs yalnız 84'də olan sağ tərəfi rəngləsəydi, onda bu 2, 2, 3'ləri atardıq, deyərdik ki, 7'dir cavab. İndi bizdən yalnız 48'in sadə vurğularını soruşur. Keçək 115-ci suala. 115-ci sualda görə bizə nə deyir? Deməli, x, y, z 3 rəqəmli ədəddir. Z, y, x 3 rəqəmli ədəddir. Üstə gəl 495 olarsa, x çıx z fərqini tapın. Açılışın yazanda x, y, z-in açılışı nə olur? Olur 100x, üstə gəlinsin 10y, üstə gəl z, bərabərdir 100z, üstə gəl 10y, üstə gəl x, plus 495. 10y'lər getdi. 100x'dən x çıxdım, elədi 99x. Z'dən 100z çıxdım, elədi 99z. Bərabərdir 495'ə. Hər tərəfi 99'a bölsəm, eləyir 5. 115'də cavab oldu C variantı. Görək C eləyir. Deməli 495 99'a 5'dən 9 450, o da 495, bəli. Burada dediyim kimi bəzilərinin cavablarında fərqlilik ola bilər, amma sizi çaşdırmasın. Bu oldu belə. 116. Rəqəmləri fərqli 3 rəqəmli ədədlər olarsa, cəminin ən kiçik qiymətini tapın. Açılışında görürük ki, ABC, CAB, BCA. ABC'nin açılışı eləyir 100A, üstə gəl 10B, üstə gəl C, üstə gəl CAB'də 100C, üstə gəl 10A, üstə gəl B, digər uyğun olaraq 100B, üstə gəl 10C, üstə gəl A. Bu da elədi 111A, üstə gəl 111B, üstə gəl 111C. Buradan da 100 çıxdı mötərizə xaricinə. A üstə gəl B, üstə gəl C. Ən kiçik olması üçün rəqəmləri fərqlidirsə, ABC bir-birindən fərqlidir. Ən kiçik olması üçün A'ya 1, B'yə 2, C'yə də 3 verə bilərəm. Cəmi elədi 6, 6'nı da 111'ə vuranda 666 elədi. 116'da cavab oldu E variantı. 117. A ədədi 3'ə böləndə natamam qismət B qalıq 1'dir. A-nı böldüm 3'ə, natamam qismət B qalıq 1'dir. Onda A bərabərdir 3B plus 1. B ədədi C-yə böldükdə natamam qismət 2 qalıq 4'dür. B-ni C-yə böləndə natamam qismət 2 qalıq 4'dür. B də bərabərdir 2C plus 4. A ədədi 6'ya böldükdə qalıq nə qalır? Gəl biz burada B-nin yerinə bu 2C plus 4'ü qoyaq. Onda alarıq ki, A bərabərdir 3 vurulsun 2C plus 4 plus 1. Bu da eləyir 6C plus 12, o da bir 13. Və 6'ya böləndə 6C 6'ya tam bölünür. 13'ü 6'ya böləndə 2 dəfə bölünür. Qalıq 1 qalır. Cavab oldu 117'də A variantı. Qalıq 1. 118. Əbu babı 1'dir. Yəni qarşılıqlı sadə ədədlərdir A ilə B. Onda 36A 42 B cər x-ni 6'ya bölsək 6A bərabərdir 7B. Onda AB də qarşılıqlı sadədirsə A 7'dir, B də 6'dır. Cəmi də 13, 118 oldu A variantı. Baxaq 119-cu suala. 119'da deyir ki,
A natural ədəddir. 30 bölə, 45 bölə və 60 bölə A da hər biri natural ədədlərdir. Və bu cəmin ən kiçik olması üçün bu kəsirlərin hər biri kiçik ədədlər olmalıdır. Və bu da o deməkdir ki, A bu ədədlərin hər üçünə bölünən ən böyük ədəd olmalıdır ki, bu ədədlərin ən böyük ortaq böləni. Yəni 30, 45, 60 A-ya bölünür və A ən böyük ədəd olmalıdır. Bu da ən böyük ədəd. Bunların əbubu 15 eləyir. 30-u 15-ə böləndə 2, 45-i 15-ə böləndə 3, 60-ı 15-ə böləndə 4. Bunların cəmi də elədi 9. Keçək 120-yə. Natural ədədin 2 misli ilə yarısının cəmi 15-dən kiçik deyil. Natural ədədin 2 misli ilə yarısının cəmi 15-dən kiçik deyil. Yəni, ya böyükdür, ya da 15-ə bərabərdir. Bu da eləyir, deməli, 2,5x, yəni 2-də 5x böyük bərabərdir 15. X də böyük bərabərdir 6-dan. Ədəd ən az neçə ola bilər? 6 ola bilər. 120 də oldu. Y variantı. Sonra 121. Ədədinin 13 sadə vuruğu var. 8-i yazıram 2 üstü 3 kimi, onda olacaq 2 üstü 3-in. 27 3 üstü 3, 49 da 7-nin kvadratıdır, 7 üstü 2 n. Onda 13 sadə vuruğu varsa, bunların cəmi 5n plus 3 bərabərdir 13-ə, n elədi 2. n 2-dirsə, A ədədi 2 üstü 6, 3 üstü 3, 7 üstündə 4. A ədədin natural bölənlərinin sayını tapın. 6 plus 1, 3 plus 1, 4 plus 1. Yəni 7 vur 4 vur 5. Bu da elədi 140. 121-də oldu cavab E variantı. Maraqlıdır, bunların əksəriyyəti ardıcıl cavablar hamısı deməli səhv gəlir. Yenə də heç nə olmaz. Gedək görək. 122. Yanlışlıqlar çoxdur cavablarda. 122. 156 ədədindən kiçik və 156 ilə qarşılıqlı sadə olan rahat sualdır. 156-nı sadə vuruqların hasili şəklində göstəririk. Sadə vuruqların hasili şəklində göstərəndə də 156-nı sadə vuruqlara ayırırıq. Bu da eləyir deməli 39 vurulsun 4 şəklində. Yəni 2 üstü 2, 3 üstü 1, 13 üstü 1. Bu formada yazırıq. Və 156-dan kiçik 156-da qarşılıqlı sadə deyəndə 1 çıxılsın 2-də 1, 1 çıxılsın 3-də 1 və 1 çıxılsın 13-də 1 olur. Və bunu da sadə hesablamadır, hesablamasını apara bilərsiniz. 123. A plus 2 ifadəsinin qiyməti ilə B ədədi qarşılıqlı sadədir. Onda 12A üstə gəlir 24 bərabərdir 7B. Mən buradan nə edirəm? 12A plus 24-dən 12-ni çıxartdım qırağa qaldı A plus 2, bu da 7B. B ilə A plus 2 qarşılıqlı sadədirsə, onda deməli A plus 2 7-yə bərabərdir, B də 12-yə. B bərabər 12, A plus 2 bərabərdir 7. 7-dən də 2 çıxıram, A da 5. Bunların hasili 60, 123-də oldu cavab E variantı. 124. Aşağıdakilərə tək hansı doğrudur? A plus B C-yə bərabərdirsə, toplamların hər biri K-ya bölünürsə, cəm də K-ya bölünür. Bəli. 2 toplamların yalnız biri K-ya bölünürsə, cəm K-ya bölünür. Yalnız biri bölünürsə, xeyr. 2 yanlışdır. 3-cü toplamların yalnız biri K-ya bölünürsə, cəm K-ya bölünmür. Bəli. Tutaq ki, biri 2-dir, biri 3-dür. 2 2-yə bölünür, amma 3 2-yə bölünmür. Cəm 5, bu da 2-yə bölünməyəcək. 3 doğrudur. Toplamların heç biri K-ya bölünmürsə, cəm də K-ya bölünmür. Bəli, bu da doğrudur. Səhv olan yalnız 2-dir. 124-də A variantı. 125-ci suala baxaq. Yəqin burada cavablarda sürüşmələr olub, çünki cavablarda uyğunsuzluqlar var. Baxaq 125-də nədə olacaq. Usta kvadrat formasında olan otağın döşəməsini ölçüləri 48 və 54 olan düzbucaqlı formalı kafellərdən itkisiz istifadə etməklə tam örtdü. Kafelləri kəsmədən. Bu otaq döşəmənin tərəflərinin uzunluğu mümkün olan ən kiçik otaq olarsa, istifadə olunan kafellərin sayını tapın. Yəni, ən az neçə kafel burada götürəcəyik də, bunu bizə lazımdır. Bunun üçün də biz əvvəlcə 48 və 54 hər ikisinin bölündüyü ədəd, yəni əbubu tapırıq, eləyir əbubu 6.
Əbobu 6 eləyir. Və 48-i 6-ya bölürük, 8 dənə eləyir. 54-ü 6-ya bölürük, 9 dənə. Və 8-i vuracağıq 9-a, deyəcəyik 72 dənə kafel bizə lazımdır. 125-də D. Nə yaxşı, cavab uyğun gəldi. 126. A-nın 3, B-nin 2 sadə vuruğu olarsa, A kvadrat B kubda da 2-ni vuracam 3-ə 6, 3-ü də vuracam 2-yə 6, deyəcəm 12 sadə vuruğu var. Yaxşı. Bu da oldu. 126'da cavab E variantı. 127. K-nın neçə natural qiymətində kəsinin qiyməti mürəkkəb ədəddir. Mürəkkəb ədəd olması üçün deməli 120'nin sadə vuruqları hansılardır? 2 üstü 3, 3 üstü 1, 5 üstü 1. Və mən K-yə elə qiymətlər verməliyəm ki, alınan ədəd sadə ədəd olmasın. Yəni burada 3 dənə hal ola bilər də. Bir, 120'ni 60'a böləndə 2 ola bilər, sadə ədəd olsun. 120'ni 40'a böləndə 3 ola bilər, sadə olsun. 120'ni bir də 24'ə böləndə 5 ola bilər, sadə olsun. Bu sadələr olmamalıdır. Bir də 120'ni 120'yə böləndə 1 eləyəcək. Bu da nə sadə, nə mürəkkəbdir. Deməli 4 dənə. 120'nin bölənlərin içərisindən bu 4 dənəni ataram. 4 vur 2 vur 2 16'dır. 16'dan bu 4 dənəni attım, yerdə qaldı 12 dənə. 127 oldu C variantı. Yaxşı. 128. A və B qarşılıqlı sadə ədədləri üçün əkyob AB 32-dirsə, deməli bu ədədlərin hasili də 32-dir. Çünki qarşılıqlı sadə ədədlərdir. A plus B cəmini tapın. Hansı ki qarşılıqlı sadə ədədlərin hasili 32 eləyir? Bu 1 ilə 32 ola bilər. Başqa 2 vur 16 yox. 4 vur 8 yox. Başqa da 16, 2, 8, 4'tür. Bunlar da qarşılıqlı sadə deyil. 1 ilə 32 ola bilər. Cəmi də 33 eləyəcək. 128'de oldu cavab E variantı. 129. Yaxşı. Baxaq, görək. Sonra hansı gəlir? 129. Ədədi 8'e bölünür. 8'e bölünməsinin son 3 rəqəm 8'e bölünməlidir. Onda baxırıq ki, biz A-ya nə versək bölünər. A-ya 2 versək 124 8'e bölünürmü? 124 görək 8'e. Bir dənə 8, 8, 44 bölünmür. A-ya 2 versək 124 dedik, bölünmür. A-ya 1 versək 114 8'e bölünmür. A-ya 3 versək 134 8'e bölünmür. A-ya 5 versək 154 8'e bir dənə 8 8 150'dən deməli 15'dən 8 çıxıram 74 bölünmür. A-ya 6 versəm deməli A-ya 4 versəm. A-ya 4 versəm 144 eləyir. 144 də 8'e bölünür, bəli. 16 dəfə bölünür. A-ya 4 verə bilərəm. 5 verdik, ödəmədi. 6 verdik. 164 8'e bölünmür. 174 8'e bölünmür. 184 8'e bölünür. A-ya 8 verə bilərəm. Və 9 verəndə 194 də 8'e bölünmür. A-ya 4 və 8 verə bilərəm. Eləyir 2 dənə qiymət. 130. A və B natural ədədləri üçün əbobu verib, əkobu verib 15 vur əbob. Olarsa A plus B cəminin ən kiçik qiymətini tapın. Aha, deməli nə edirik biz burada? A və B natural ədədləri üçün əkob AB bölünsün əbob AB bizdə C-dir. Ortaq olmayan sadə vuruqların hasilidir. Əbob AB. Ortaq olmayan sadə vuruqların hasilidir. C. Deməli burada deməli ortaq olmayan vuruqlar ya 3 ilə 5'dir, ya da ki 1 ilə 15'dir. Belə götürə bilərik. Çünki 3 ilə 5'in də əkobun əbobuna böləndə 15 eləyir, 1 ilə 15'in də. Ən kiçik qiymətlər üçün 3 + 5 8. Cavab oldu B variantı. 130'da oldu B. 131. 9'a tam bölünürsə, deməli rəqəmlərə cəmi 9'a bölünməlidir. 3 plus A plus B bərabərdir 9'a bölünməlidir. Və 4A 5B ədədin 9'a bölünməsindən alınan qalıq 9 plus A plus B eləyir. Burada da qalıq 0 qalacaq. Çünki əgər A plus B məsələn 6 versək, deməli üzr istəyirəm, burada qalıq 0 qalmır. Ta ki A plus B-yə 6 versək 6 plus 3 9 eləyir, 9'a bölünür.
Amma burada A plus B'yə 6-nı versək 15 eləyir və 15-i də 9-a böləndə bir dənə bölünür, qalığımız 6 qalır. Cavab oldu 131-də 6Y variantı. 132. 200 nəfərlik bir heyətə ən az neçə nəfər əlavə etmək lazımdır ki, 9, 12 və qruplara ayırmaq olsun. 9 ilə 12 üçün əkob tapırıq. Bunların əkobu eləyir 36 və 36-nın misillərini taparaq 200-ü keçən baxırıq. 36 ola bilər, sonra 72 ola bilər, sonra 108 ola bilər, ondan sonra 144 ola bilər, ondan sonra 180 ola bilər və 216 ola bilər. Deməli, 200 nəfərlik bir heyətə ən az 16 nəfər əlavə eləsək, 9-luq və 12 nəfərlik qruplara bölmək olar. 133. ABC 3 rəqəmli ədədinin rəqəmləri üçün 2A bərabər 3B və B bərabər 2C şərtləri ödənir. ABC ədədinin ən böyük və ən kiçik qiymətlərinin fərqini tapın. ABC 3 rəqəmli ədədinin rəqəmləri üçün 2A bərabərdir 3B, B də bərabərdir 2C. Ən böyük və ən kiçik. Ən böyük üçün ABC-yə ən böyük ədəd verməliyik. A-ya ən böyük. A-ya ən böyük mən deməli 9 verə bilərəm. O zaman 18 elədindən B-yə də 6 verəcəm. B-yə də 6 verəndə C-də onda olur 3. Ədədimiz olur 963. Ən kiçik üçünsə mən A-ya ən kiçik 3 verə bilərəm, B-yə 2 verə bilərəm. Onda eləyəcək B-də 2 isə C-də 1 olacaq. Ədədimiz olacaq 321. Fərqin soruşur. Bunların da fərqi 2, 4, 6, 642, 133'də oldu cavab B variantı. 134. 9'a böldükdə qalıqda 5, 12'ye böldükdə 8, 14'e böldükdə 10 alınır. Fikir versək ki, burada 9'a böləndə qalıq 5, görürsünüz 4 fərq var. 12'ye böləndə 8, yenə 4 fərq var. 14'e böləndə 10 qalır, yenə 4 fərq var. Deməli, bu ədədlər 9x plus 5, 12y plus 8 və deməli 14z plus 10 ədədimiz budur. Və biz hər tərəfə 4 əlavə eləsək olacaq a plus 4, 9x plus 9'u mən elə 9m yazaram. 12y plus 12'ni elə 12n yazaram. 14z plus 14'ü də 14k yazaram. 9, 12, 14 üçün əkob taparam. Hər üçünə bölünən ədəd. Bunlar üçün də əkob neçə eləyir? Deməli 9, 12, 14 üçün əkob 9 ilə 12 üçün əkob 36 eləyir. 36 ilə 14 üçün 36 vur 7 eləyəcək. 252. 252 a plus 4 əgər 252-dirsə o zaman 252-dən bu 4'ü çıxaram. Qalacaq 248. Həqiqətən də 248-i biz 9'a böləndə görürük ki, qalıq neçə qalır? Qalır 5. 248'i eyni zamanda biz 252, 48'i bəli eyni zamanda 12'ye böləndə qalıq nə qalır? Qalır 8. Bu formada oldu cavabımız A variantı. Sonra 135. Tərəfləri 60 və 75 olan düzbucaqlı formasında bağın tərəflərinə təpələri daxil olmaqla bir-birlə eyni məsafədə dirək bastırılmalıdır. Ən az neçə dirək lazımdır? Topluda da var bu tipli suallardan. Deməli, burada biz 60 və 70'in əbobunu tapırıq. Ən az dediyi üçün məsafələr çox-çox olmalıdır da dirəklər arasında. Ona görə də əbobunu tapırıq biz bunların. Bunların da əbobu 60 ilə 75'in əbobu eləyir bizdə 15. 15 elədiyindən ən az neçə dirək lazımdır deyirsə, biz bunu belə də bir-bir də saya bilərik və yaxud da ki, bunun perimetrini tapıb, perimetri də böləcəyik 15'ə. 60 və 75 isə tərəflər perimetri 270 eləyir, onu da 15'ə böləndə eləyir 18 dənə dirək. Cavab oldu 135'də bu variantı. 136. A və B natural ədədləri üçün AB 144 olarsa, A neçə fərqli qiymət ala bilər? Bu o deməkdir ki, A 144'ün bölənləri olmalıdır da. 144 də 12'nin kvadratıdır. 12 də 2 üstü 2 vur 3 üstü 1'dir. Bunun da kvadratı eləyir 2 üstü 4 vur 3 üstü 2. Natural bölənlər 4 plus 1, 2 plus 1, 5 vur 3, 15. 15 dənə fərqli qiymət ala bilər. 136'da cavab oldu D variantı. 137. B və C natural ədədlər olmaqla bölünən, B bölən C qismət 4 qalıq 3'dür. Onda bölünən, bölən qismət qalıq, natamam qismət qalıq. Onda B bərabərdir 4C plus 3. C ən kiçik qiymət alarsa, C ən kiçik 3'dən böyük ən kiçiyə də 4 ola bilər. Onda B də olacaq
4 vur 4 plus 3 yani 19. B 19, C 4. Bunların hasili 76. 76'nın da natural bölənlərinin sayını soruşur. 76 4 vur 19'dur. Yani 2 üstü 2 vur 19 üstü 1. Bu da natural bölən üstlərin 1 vayda artırıb 3 vur 2 6 dənədir deyirik. 137 oldu cavab C variantı. Keçdik 138'ə. A ədədinin rəqəmləri cəmi 29'dur. Aku plus 7A. A aşağı düşüb. Diqqətlə baxsaq görərsiniz. Ədədin 9'a bölünməsində alınan qalıq. 29'dursa 29'u 7'yə bölərəm. Deyərəm 29 artı 9'a bölərəm. Deyərəm 3 dəfə bölünür. Qalığım 2 qalır. Onda A'ların yerinə 2 qoysaq 2'nin kubu 8 plus 7 vur 2. Bu deyilir 8 plus 14 22. 22'ni də 9'a böləndə 2 dəfə bölünür 18. Qalıq da qalır 4. Cavab 138'de oldu C variantı. 139. Bütün rəqəmləri 2 olan 25 rəqəmli ədədin 9'a bölünməsindən 25'dən 2 varsa eləyir rəqəmlərə cəmi 50. 50'ni də 9'a böləndə 5'dən 9 45 qalıq da 5 qalır. 139 oldu D variantı. 140. ABS bir-birindən fərqli rəqəmlərdir. Onda açılışların yazacağıq biz bunların. Açılışların yazanda əvvəlcə biz görürük ki, hər ikisində ortadadır da B, eyni mərtəbə vahidində, eyni yerdədir B. Onda B'lərlə çıxanda bir-birinə ixtisar gedəcək. Qalacaq 100A üstə gəl C. Burada da çıxılsın 100C, çıxılsın A. Sağda da 10A plus B, üstə gəl 10B plus A. Üstə gəl 10B plus A. Bu deyilir 99A çıx 99C. Bu deyilir 11A üstə gəl 11B. Hər tərəfi 11'ə bölsəm 9A çıx 9C bərabərdir A plus B. A'nı sağ tərəfə attım 8A. C'ni də sol tərəfə, sağ tərəfə attım oldu C 9C plus B. Bu formada. İndi qiymətlər verirəm. A plus B cəmini tapın. Bir-birindən fərqli rəqəmlərdir ABC. Onda mən eləyə bilərəm. Deməli A'ya 2 verim. 2 8'in 16 olsun. C'ye 1 verim. B'ye də 7 verim. Onda 16 bərabər 16 olur. A plus B də 2 plus 7 9. 140 oldu D variantı. 141. 200 nəfərlik bir heyətə, 200 nəfərlik bir heyətə ən az neçə nəfərə? Eyni sualdır, bayaq izah elədik bunu. 142. Əkob A kvadrat B kvadrat 144 isə onda əkob AB 12'dir. Əbob A kvadrat B kvadrat 9'dursa onda əbob AB 3'dür. A və B ədədlərin ortaq olmayan sadə vurğuların hasili bunların nisbətidir. 12 bölü 4. 142 oldu. Y variantı. 143. Əkob AB 24, əbob AB aşağıdakilərdən hansı ola bilməz? Əkob AB 24'dürsə, onda bu ya ola bilər 1 24, ya 2 12, ya 3 8, ya 4 6. Bu formada ola bilər. Əbob da baxıram ki, ya 1 eləyə bilər qarşılıqlı sadə olanda, ya 2 eləyəcək, ya da yenə 1 eləyəcək, ya da 2 eləyəcək. Deməli. Və yaxud da ki, eləyə bilərik biz bunu 2 ədədin əkobunu belə də yaza bilərik. AB 24 isə 24 və 24 də götürə bilərik. Və yaxud 12 ilə 24 də götürə bilərik. Və yaxud da ki, başqa cür deməli əksini də götürərik bunları. 6 4, 24 12 də götürə bilərik. Məsələ burada nədir? Fikir versəz, ədədlər hər biri nədir? 24'ün bölündüyü ədədlərdir. Onda əbobda elə olmalıdır ki, bunların ortaq olduğu bir ədəd olmalıdır da. Görəm 12 də 24'ün bölən, 24 12'ye də bölünür, 24'lərə bölünür, 6'ya da 1'ə də, amma 18'ə bölünmür. Bölünmürsə, çünki 18'in içərisində 9 var. Amma əgər 9 olsaydı A və B-nin içərisində, əkobunda da o gözün göstərəcəkdi də, əkobda 72 eləyərdi məsələn. Yoxdursa, ona görə D variantı əbob 18 ola bilməz. 144. ABC ədədlərinin 5'ə bölünməsində alınan qalıqlar ardıcıl olaraq 2, 3 və 4'dür. Onda A bərabərdir 5x plus 2, B bərabərdir 5y plus 3, C də bərabərdir 5z plus 4. B kvadrat plus AC ədədinin 5'ə bölünməsindən alınan qalığı tapın. Gəlin bunların yerinə
Nə atamam qismətə 0 verək. A 2 eləsin, burada B 3, C də 4. B kvadrat deyirsə 3-ün kvadrat 9. Üstə gəl A-sı 2 vur 4 8. Elədi cəm 17. 17 də 5-ə 3 dəfə bölünür, qalır 2 qalır. Cavab oldu 144-də C variantı. 145. A və B natural ədədlərin ortaq olmayan sadə vurğuların hasili, yəni C 6-dır. AB 150-dirsə, onda əbobu neçə eləyəcək? Kök altında AB bölsə. 150-ni 6-ya böləndə eləyir deməli 25. 25-dən də 5 çıxır kök. Əbobu 5 elədi. Əkobu da necə tapırıq? Əkob bölünsün əbob bərabərdir C-dir. Onda əkob da bərabərdir. C məndə 6-dır, əbob da 5-dir. 6 vur 5, 30. Əkobu 30-dur, əbobu da 5-dir. Cəm elədi 35. Və yaxud da ki, biz AB hasilini də əboba bölüb əkobu tapa bilərdik. 145-də oldu cavab C variantı. 146 ABC ardıcıl, 3 ardıcıl tək natural ədədlər olarsa. Onda 3 ardıcıl tək natural ədədlər A-ya deyirəm 2x plus 1, B-yə deyirəm 2x plus 3, C-yə deyirəm 2x plus 5. Onda 2B, yəni 2 vur 2x plus 3 elədi 4x plus 6. Çıx C, yəni 2x plus 5. Minus 5 olur mənfiyə görə. Aşağıda da A-dır 2x plus 1. Bu da elədi yuxarı 2x plus 1, aşağıda 2x plus 1. Və bu da elədi 1. 146 oldu cavab 1. 147. A, B və C natural ədədləri üçün A bərabər 83B. AB'si 83 olarsa, B kvadrat 2 plus 80 ifadəsinin qiymətini tapın. Natural ədədlərdən söhbət gedir. Natural ədədlərdən söhbət gedirsə və onda AB'si hasildə 83-dürsə, buradan deməli B 1-dir, A 83-dür. C də 1-dir. Belə götürə bilərik biz. Onda B kvadrat, yəni 1-in kvadratı 1, üstə 2C, 2 vur 1, 2, üstə gəl 83. Bu da elədi necə? 3, o da 83, 86. 147 oldu 86. 148. A kvadrat B kub ifadəsinin 9-a bölünməsindən alınan qalıq. 34557-ni 9-a böləndə qalıq nə qalır? Rəqəmləri cəmini tapaq. 7, bu da 7, 14, 20, 25 edir rəqəmləri cəmi. Və bu da 9-a böləndə 2 dəfə 9, 18-in qalıq 7 qaldı. Və B ədədi 23456. Rəqəmləri cəmi 20, 10, o da 10, 20 eləyir. 20 də 9-a bölünəndə 2 dən 9, 18 qalır, 2 qalır. Onda A kvadrat B kubdursa 7-nin kvadratı eləyəcək 49, B-nin kubu, 2-nin kubu 8. 49-u da 9-a böləndə qalıq nə qalır? 4 qalır, 45 tam bölündüyü üçün. 4, bu da 8, 9-a böləndə ilə qalıq 8 qalır. 4 vur 8, 32. 32-ni də təzədən 9-a bölürəm. Deməli, 3 dənə 9, 27, qalıq da qaldı 5. 148-də oldu cavab 5. 149. Rəqəmləri cəminin 3 mislinə bərabər olan 2 rəqəmli ədəd. Rəqəmləri cəminin 3 mislinə bərabər olan 2 rəqəmli ədəd. Bu da eləyir 3A üstə gəl 3B bərabərdir 10A plus B. Bu da eləyir 7A bərabərdir 2B. Deməli A 2-dir, B də 7-dir. O cavab oldu 27. Sonra 150. 18-ə və 24-də qalıqsız bölünən 500-dən kiçik neçə natural ədəd var? 18 və 24-də bölünürsə, deməli bu 72-yə də bölünür. 1-dən 500-ə qədər 72-yə bölünən neçə natural ədəd var? Ən kiçiyi 72-dir. Ən böyüyü də deməli 6-dan 74, 420, o da 2-dən 6, 12, 432. Ən axırıncısı 432-dir. 432-dən çıxaram 72-ni, bölərəm 6-ya sayı tapmaq üçün üstə gələrəm 1-i. Bu da eləyir deməli 6. 150-də cavab oldu 6. 151. A və B ədədlərinin ortaq sadə vurğuların hasili, yəni əbobu 12-dir. Ortaq olmayan, yəni C də 6-dır. Düsturumuzda 12, yəni əbob bərabərdir. Kök altında AB bölsədir. AB bölünsün. C də 6-dır. Bayaq yazmışıq buna aid. 144-ü də 6-ya vurarıq. Kvadrata yüksəldəndə. Kök itir. 144 vur 6. Bu da AB eləyir 864.
152-ci sual. 152-də bizə deyir ki, 4-dən 150-yə qədər 4-ə böləndə qalıqda 3 alınan ədəd. Natural ədədlərin sayı. Ən kiçiyi 7-dir, sonra 11, sonra 15 və ən sonuncu 147-dir. Bunların da sayını tapmaq üçün 147-dən 7-ni çıxıb bölürəm 4-ə, üstə gəlirəm 1-i. 147-dən 7 çıxanda 144-ə bölünür. Deməli 35 dəfə üstə gəlir 36. A plus B 9'dur. AB bölü BA 7'nin aya nisbətidir. A plus B 9'dur. AB'nin yerine yazıram 10A plus B. BA'nın yerine yazıram 10B plus A. 4'də 7. Və çarpaz olarak vururam. Burada sualların cavablarının uyğun olmamağı sizi narahat eləməsin. Çünki güvəndə olur kitablarda sürüşdürmələr. Yəni əsas odur ki, sual özü düzdür. Və buradan 7A. 40A'dan 7'ye çıxıram 33A. 70B'dən 4B çıxıram 66B. 2'ye bölürəm A bərabərdir 2B. Onda belə çıxır ki, A plus B 9'dursa, mən deməli qiymətlər verəcəm. B'yə 3 verəcəm, A'ya da 6, cəmdə 9 olacaq. Ədədimiz 63 çıxılsın 36. 63'dən 36 çıxanda 27 eləyir. 27. 154. Aşağıdakilərdən neçəsi cüt ədəddir? Buna aid də sual işləmişik. Cüt ədəd ikinci cüt ədəddir. Çünki 26 cütdür. Cütü də nəyə vursan cüt ədəd verir. Ondan sonra üçüncü təkdir. Çünki tək ədəddən tək ədədin cəmi tək ədəd verəcək. 7 də təkdir. 5 və 33 də təkdir. Onların cəmi də cüt ədəd verəcək. 2, 3. Sonra 5-ci sualda 34 cütdür. Cütü də nəyə vursan cüt eləyir. Deməli 3 dənəsi olduğu cüt ədəd. 155. Deməli 3473'ü 5'ə böləndə qalıq 3 qalır. Yazıram onda A bərabər 3. 5364'ü 5'ə böləndə qalıq 4 qalır. B bərabər 4. Onda A kub plus B'də 3'ün kubu 27 plus 4 elədi 31. 31'i də 5'ə böləndə 6 dəfə qalıq deyəcək 1. 155'də oldu cavab 1. 156. Qarşılıqlı sahada olan iki ədədin ən kiçik ortaq bölünəni 150'dir. Yəni əkobu. Onda bunların hasili də elə 150 olacaq. Çünki qarşılıqlı sadə ədədlərin əkobu elə onların hasili deməkdir. 157. AB çıx BA 18'dirsə, AB açılışın yerinə yazıram 10A plus B, BA'da da 10B plus A. Mənfiyə görə olur. Çıx 10B, çıx A bərabərdir 18. 9A çıxılsın 9B bərabərdir 18. A çıxılsın B bərabərdir 2. Söhbət bizdən də elə bunu soruşurdu. 157'də oldu cavab 2. 158. Traktorun ön və arxa təkərlərinin çevrələrinin uzunluqları 585 və 390'dır. Bu traktor dayandırılır. Hər iki təkər işarələnir və hərəkətə başlayır. Təkərləri işləndiyi yerə ilk dəfə gəldiyində kiçik təkər neçə dəfə fırlanar? Kiçik təkər neçə dəfə fırlanar? Deməli 585 və 390. Əvvəlcə biz bunlar üçün əkob taparıq. Əkob taparıq, görək neçə eləyir? 585 ilə 390. Bunlar hər ikisi deməli bölünürlər. Deməli nəyə? Görək. Bunlar hər ikisi bölünürlər 195'ə. 195'ə, yəni 585'i də mən yazaram 3 vur 195, 390'ı da yazaram 2 vur 195. Və bunların əkobu da 195 vurulsun 3 vurulsun 2'dir. 5 vur 3 vur 2'dir. Onda ilk dəfə gəldiyində kiçik təkər neçə dəfə fırlanar? Kiçik təkər də 390 cm olan deməli təkərdir. Onu da böləcəm 390'a. 158'də də cavab eləyəcək 3. İxtisarlar gedəcək olacaq 3. Böyük təkər soruşsaydı 585'ə bölərdim. 159. ABC 9 vur AC'dir. Onda deməli belə çıxır ki, ABC 9'a bölünən ədəddir. Bunu da bilək. Görək bu bizim işimizə bəlkə yarıdır. A plus B plus C 9'a bölünən ədəddir. Və fikir versəz 9'u C-yə vurub yenə C ilə bitib. Çünki ABC 9 vur AC. Onda belə çıxır ki, görək hansı ədəd 9'a vuranda yenə özü ilə bitir.
9'u 1'ə vursam 9-la, 2'yə vursam 8-lə, 3'ə vursam 7-lə, 4'ə vursam 6 ilə, 5'ə vursam 5-lə. Sağ ol. Deməli, C məndə 5'dir. Onda A plus B neçə olmalıdır 9'a bölünsün? A plus B 4 ola bilər. A plus B 4 ola bilər. A plus B 4'dürsə, bizdən nəyi soruşur? Elə A plus B-ni soruşur. 159 oldu cavab 4. 160, 120 litrlik, 135 litrlik və 150 litrlik 3 fərqli meyvə suyu bir-birinə qarışdırılmadan eyni həcmli qablara bərabər miqdarda doldurulmalıdır. Bunlar üçün biz əvvəlcə nə edirik? Əboblarını tapırıq. 120, 135 və 150. Bunların hər ikisi bölünürlər 15'ə. 15'ə bölünürlər. 120 15'ə 8 dəfə, 135 15'ə bölünür 9 dəfə, 150 15'ə 10 dəfə. Onda ümumilikdə nə qədər bizə qab lazımdır? 8 plus 9 plus 10, 27 qab lazımdır. 161, 161 də hələ 159 kimi sualdır. Onu da özünüz yaza bilərsiniz. 162. Ədədindən hansı ən kiçik natural ədəd çıxmaq lazımdır? 18, 24, 42'yə qalıq bölünsün. Bu sual əvvəlki tapşırıqlarda var idi. İzah eləmişik bunu. Eyni təkrar sualdır. 163. Diaqramda A və B ədədlərinin sadə vuruqları və onların sayı verilmişdir. A ədədinin natural bölənlərinin neçəsi B ədədinin natural böləni deyil. Deməli, A ədədini yazıram. 3 üstü 5 vur 7 üstü 2. B ədədini də yazıram. 3 üstü 4 vur 7 üstü 4. Neçəsi sadə bölən deyil deyəndə fikir verirəm ki, burada 7'lər problem yaratmır bizdə. Çünki 7 nə ola, nə qədər vuruq varsa bunda böləni olacaq. Amma 3 üstü 5 burada artıq 3 üstü 5 iştirak edən istənilən vuruq B ədədinin böləni ola bilməz. Belə də tapa bilərik və yaxud da ki, bu formada tapa bilərik. Deməli, A'nın natural bölənləri neçə eləyəcək? 5 plus 1, 2 plus 1. 6 vur 3, 18. Və görürəm ki, bizdə işləri körləyən nədir? Bir dənə 3 burada artıqdır ki, o burada işlərimizi körlüyür. Artıq B'nin natural böləni olmur. O 3'ü qoydum qırağa. Nə qaldı? Oldu 3 üstü 4, 7 üstü 2. Onda gəl bu natural bölənləri tapaq. 4 plus 1, 2 plus 1, 15. Və 18'dən bu 15'i çıxdım. Dedim ki, 3 dənə böləndir ki, bu B ədədinin natural böləni deyil. 164. Açılışların yazarıq. A açılışı elədi 111A, digəri 111B, digəri 111C. Bərabər 666. 111'ə böldük. A plus B plus C elədi 6. Onda A çıxılsın B bərabərdir AC. Bunu da A elədi 11A, çıxılsın B, bu da elədi 10A plus C. 10'anı sağa attım, qaldı A açıq B bərabərdir C-yə. Və mən nə edirəm? C-ni də keçirdirəm sol tərəfə, A açıq B çıx C bərabər 0, A plus B plus C bərabər 6. Tərəf-tərəfə toplasam B-lər, C-lər gedir. 2A bərabər 6'dan A elədi 3. 165 sonuncu sual. 280 ədədinin 180 ədədilə ortaq olmayan sadə vuruqlarının hasili. Ortaq olanlar 20'dir bunlar. Şimdi 20'ni çıxartdım qırağa. Burada qaldı 14, burada da qaldı 19. Burada da qaldı 9. Və 280'i 180 ilə ortaq olmayan sadə vuruqların hasili 14'dür. Və yaxud da ki, belə də baxa bilərik. Sadə vuruqları ayırsaq 2'yə 70, 2'yə 35, 35 5'ə 7, 7 də 7'yə 1. 180 de eyni qaydada 2'yə 90, 92'yə 45, 45 3'ə 15, 15 3'ə 5, 5 5'ə 1. Ortaq olanlar hansıdır? 2'dir, 2'dir və 5'dir. 280'in 180 ilə ortaq olmayan vuruqları hansıdır? 2 və 7'dir, elədi 14. Bura qədər sağ olun, növbəti izahlarda görüşənədək.